Həmişə hər şey yaxınlaşdıqca, ürəyimə damdıqca deyən adamam. May ayındayıq. 2025-ci ildəyik. Çox az qalıb. Artıq hər şey hazırdır. Hindistanı da barmaq elədi, biraz oyatdı. Zəngəzur, Ermənistan bu bölgə, İran, İsrail, Filistin, Suriya hazır idi. Ukrayna ilə orada Rusiya üzərində, Rusiya yönlü və NATO ölkələr də hazır idi. İndi də bir dənə də qaldı nazik gözlülər. Bilmirəm hansısa nazik gözlülər arasında da bu yaxın zamanlarda, aylarda, günlərdə biz görəcəyik iki ölkə arasında tartışmalar olacaq. Və bundan da hər şey başlayacaq.